3-lə qarşınızdayıq. Bugün Furqan Mebel Bakı səhifəsində mətbəximizi gəzirik. Deməli, ilk öncə bir dənə bunu eləyim. Çünki bu videonu o qədər gözləyirdim ki, sırf bax bu hərəkətə görə. Gəl bura. Mətbəxim işlətməyə başlayandan bu yana bunların heç birini sökməmişəm. Uşaqlar, sizi gözləmişəm və buraları hızlandırarsan. Aşkım açabildim. Gel bunu mal. Basıdır, su açar. Davamlı sən edəyərsən. Saçın zadı ne görüştü? Saçı ucat. Olar onda bunu sökün. Gözü saçı ucat bir de. Yoruldum, qalanını sən edəyərsən. Deməli, qızlar, mat, bunun adı nə idi? Matdı. Moko rəngində mətbəx mebelini bizim üçün sifarişlə Furqan Mebel hazırladı. Və indi belə parlaq görünür klonkalara görə, amma bir dənə yaxından çək. Əsl görüntüsü belədir, baxın. Çox gözəldir, həqiqətən. Və onu da deyim ki, həqiqətən bir aydan, 2 aydan çoxdur işlədirəm. Çox keyfiyyətli və rahat mebeldir. Ondan da əlavə masa dəstimizi göstər, zəhmət olmasa Şəhriyar. Masa dəstimiz, bu da Furqan Mebeldəndir, altılı və bu açılır bu arada. İndi aça bilməyəcəm, heç nəyə gücüm çatmır. Və əlavə olaraq elektronikalarımız, soyuducumuz, qab yuyanımız, düzdür, Şəhriyar bundan düşmandır evdə. Amma mənim çox köməyimə çatır. Qazımız, daha sonra nəyi göstərir? Gəl bura, ankastrımız. Ankastrımız hamısı Furqan Mebelə məxsusdur. Yəni, ikinci mətbəx düzəltdirmək sevgisi məndə yaratdı da, bilirsiniz bu mətbəx. İndi inşallah ikincini də nə vaxtsa düzəltdirəndə bu səhifədə sizə göstərəcəm. Furqan Mebelə belə gözəl bir əl işinə görə çox təşəkkürlərimizi bildiririk.